Qoç bürcü, günə xüsusilə çətin işlərlə və ya necə yaxınlaşacağınıza əmin olmadığınız bir şeylə başlamamağınız yaxşıdır. Biraz gözləyin, çox yaxında kömək etməyə, yaxşı məsləhətlər verməyə və yarana biləcək suallara cavab verməyə hazır olan insanlar yaxınlıqda olacaq. Günün ikinci yarısı iş üçün birinci ilə müqayisədə çox daha əlverişli olacaq. Xüsusən də yeni mühitlərə hələ də öyrəşməkdə olan qoçlar üçün. Bu işarənin bu nümayəndələrinə hər şeyi anlamaq üçün biraz vaxt lazımdır. Axşama doğru onlar özlərini daha inamlı hiss edəcəklər. Şəxsi münasibətlərdə gün ərzində müsbət meyillər üstünlük təşkil edəcək. Buna görə də yaxınlarınızla ünsiyyət sevindirəcək və ruhlandıracaq. Müsbət emosiyalar zənginliyi gətirəcəkdir. Son vaxtlar hər şey yolunda getməyən qoç, sevilən birinin dəstəyi sayəsində özünü daha inamlı hiss edəcək. Köhnə bir dostla söhbət. Biraz itkin hiss edən və sonra hara gedəcəklərini bilməyənlər üçün maraqlı fikirlərə səbəb ola bilər. Buğa bürcü. Bugün hadisələr çox da sürətlə getməyəcəyindən, hərəkətlərinizi nəzərdən keçirmək və planlar qurmaq üçün kifayət qədər vaxtınız olacaq. Bəzi buğaların da keçmiş səhvlərini dərhal fərq etmək və düzəltmək üçün vaxtları olacaq. Bu maliyyə itkilərinin qarşısını almağa və ümumilikdə özünüzü daha inamlı hiss etməyə kömək edəcək. Günortaya planlaşdırılan işgüzar danışıqlar yaxşı nəticələnə bilər. Bununla belə, çox şey nə qədər ciddi hazırlamağınızdan asılı olacaq. Yaxşı olar ki, əvvəlcədən inandırıcı arqumentlər hazırlayasınız. Alışverişə gedənlər gələcək alışverişlərinin siyahısını əvvəlcədən tərtib etməli və ona sadiq qalmalıdırlar. Çox müxtəlif şeylər diqqətinizi cəlb edə bilər və bəzi buğalar həqiqətən ehtiyac duymadıkları şirin zinət əşyalarına kifayət qədər pul xərcləmək riski daşıyırlar. Yaxınlarınızla münasibətlərdə problemlər mümkündür. Köhnə şikayətlər və həll olunmamış problemlər sizə çıxa bilər. Müsbət dünya görüşü qəbul etməyə və yaxınlarınızla ünsiyyətdən gələn müsbət emosiyalara diqqət yetirməyə çalışın. Əkizlər bürcü, tamamilə gözlənilməz və buna görə də iki qat xoş olan uğurlu bir təsadüf sizə mürəkkəb iş problemini tez həll etməyə və eyni zamanda yeni müttəfiqlər tapmağa imkan verəcək. Onlar dərhal ideyalarınızı dəstəkləyəcək və lazım gələrsə kömək etməkdən məmnun olacaqlar. Bugün ciddi iş kimi başlayan münasibətlər sonda daha qeyri-rəsmi xarakter ala bilər. Onların mehriban və ya romantik olması tamamilə sizə bağlıdır, xüsusilə ixtiraçılıq. Hazır cavablıq və yaradıcılıq tələb edən yeni layihələrlə məşğul olmaq üçün yaxşı gündür. Bir şeylə qarşılaşmağa gəldikdə rəqibsiz olacaqsınız. Diqqət və təfərrüata diqqət yetirməyə gəldikdə işlər bir az daha çətin olacaq. Ancaq ya köhnə tanışınız köməyə gələcək, ya da öz təcrübəniz sizə kömək edəcək. Yeni bir şey öyrənmək imkanı olacaq. Yadda saxlayın, başqa insanlardan öyrəndiklərinizi yadda saxlamaq. Hətta ən yaxşı kitabda oxuduqlarınızdan daha asan olacaq. Düzgün suallar vermək və aldığınız cavabları təhlil etmək sizə son vaxtlara qədər çox mürəkkəb görünən şeyi anlamağa kömək edəcək. Xərçəng bürcü, köhnə layihələri yekunlaşdırmaqla və vaxtı keçmiş təşkilati məsələləri həll etməklə başlayanlar üçün gün yaxşı olacaq. Səhər həm də sənədləşmə işlərini tamamlamaq və dövlət qurumları ilə əlaqə saxlamaq üçün əlverişli zamandır. Bəzi xərçənglər başqalarının problemlərini həll etməli və ya başqalarının səhvlərini düzəltməli olacaqlar. Bu biraz vaxt aparacaq, lakin bu işarənin nümayəndələri nəticələrdən məmnun qalacaqlar. Günortadan sonra təxəyyülünüz üçün daha çox yer açır və həqiqətən ruhlandırıcı layihələrin öhdəsindən gəlmə imkanı verir. Ola bilsin ki, tamamilə yeni ideyalar yaransın və yaxınlıqda onları həyata keçirməyə, kömək etməyə hazır olan insanları tapacaqsınız. Ənənəni pozmaqdan və məqsədlərinizə çatmaq üçün yeni yollar sınamaqdan qorxmayın. İşlər mükəmməl getməsə belə, tezliklə faydalı olacaq, dəyərli təcrübə qazanacaqsınız. Gününüzü planlaşdırmağa çalışın ki, axşam sakit istirahət üçün kifayət qədər vaxtınız olsun. Gec işləməkdən və ya əyləncə tədbirlərinə gec qalmaqdan, yuxunu qurban verməkdən çəkinin. Həddindən artıq stres rifahın ümumi pisləşməsinə səbəb ola bilər. Şir bürcü. Çox sayda tapşırıq sizin diqqətinizi tələb edəcək və ilk növbədə nəyə diqqət yetirəcəyinizə qərar vermək çətin olacaq.
Bununla belə, intuisiyanız düzgün, sizə hər şeyi bir anda həll etməkdənsə, ardıcıl hərəkət etməyinizi söyləyəcək. Günün necə keçəcəyi əsasən vacib şeyləri prioritetləşdirmək və müəyyən etmək bacarığınızdan asılı olacaq. Ancaq unutmayın ki, seçimləriniz həmişə yaxşı qarşılanmayacaq və bəziləri verdiyiniz qərarları tənqid edə bilər. Rəhbərliklə fikir ayrılıqları da yarana bilər və onları həll etmək üçün çox çalışmalı olacaqsınız. İnzibati məsələlər, sənədləşmə işləri və lazımi imzaların toplanması çox vaxt apara bilər. Səbirli olmaq vacibdir, çünki prosesi sürətləndirə bilməyəcəksiniz. Odur ki, gecikmələrlə bağlı fəlsəfi olmağa çalışın və vaxt keçirmək üçün məhsuldar bir şey tapın. Qız bürcü, çətinlikləri cəsarətlə dəf etmək və ortaya çıxan bütün problemlərə fəlsəfi yanaşma qabiliyyətiniz bugün çox faydalı olacaq. Bu ən asan gün deyil, ancaq xırda şeyləri təllətməsəniz və bacarıqlarınıza inamı qorusanız, yenə də yaxşı nəticələnə bilər. Müşahidə də faydalı olacaq. Onun sayəsində hər şeyi dəyişdirmək fürsətini əldən verməyəcəksiniz. Xüsusi bir şey gözləmədiyiniz danışıqlar yaxşı keçəcək. Əvvəllər fikirlərinizə şübhə ilə yanaşan insanlar fikirlərini dəyişə bilərlər. Bəzi qızlar hətta son rəqiblərinə qalib gələ biləcəklər. Çox güman ki, məişət və ya maliyyə məsələlərindən qaynaqlanan kiçik daxili fikir ayrılıqları ola bilər. Bununla belə, qarşılıqlı qaneedici həll kifayət qədər tez tapılacaq və bu əsasən sizin sayənizdə olacaq. Günorta yorucu ola bilər. Bir çox qız bürcləri enerji ehtiyatlarını doldurmaq və doldurmaq üçün bir müddət tək qalmaq istəyəcəklər. Tərəzi bürcü, işinizi bir kənara qoyub istirahətə daha çox vaxt ayırmaq imkanının olub-olmadığını düşünün. Dincəlmək, xoş və dincələn nəsə etmək, yaxınlarınızla vaxt keçirmək və ya maraqlı yerlərə ekskursiyaya getmək üçün mükəmməl gündür. Ətrafınızda bəzi öhdəliklərinizi öhdəsinə götürmək istəyən insanlar varsa, onları paylaşın. Özünüzü daha azad hiss edəcəksiniz. Əgər çoxlu tapşırıqlarınız varsa və hamısı olduqca təcilidirsə, qısa fasilələr planlaşdırmağa çalışın. Bu xüsusilə gənc tərəzilər üçün vacibdir. Onlar adətən bir işdən digərinə keçməyi asan hesab edirlər. Lakin bugün bu çətin ola bilər və hətta qısa bir fasilə də kömək edə bilər. Onsuz edə biləcəyiniz şeylərə pul, xüsusilə başqalarının pulu və ya borc pulu xərcləmək arzu olunmazdır. Bununla belə düşünülmüş alışlar öz bəhrəsini verəcəkdir. Diqqətinizi ailə əlaqələrinin möhkəmləndirilməsinə yönəldə və son vaxtlar ünsiyyətə mane olan fikir ayrılıqlarına son qoymağa cəhd edə bilərsiniz. Kompromis əldə etmək şansı var. Əqrəb bürcü, bu həftə vacib söhbətlər üçün cümə axşamı səhərindən daha yaxşı vaxt yoxdur. Bu hətta əvvəllər əks fikirdə olanları da inandırmaq şansı verəcək. Bu həm işgüzar münasibətlərə, həm də şəxsi münasibətlərə aiddir. Beləliklə, kimin sizinlə razılaşmadığını tez xatırlayın və aydınlaşdırıcı bir söhbət planlaşdırın. Əks təqdirdə gün sizin üçün yaxşı olacaq. Əvvəllər həll edə bilmədiyiniz bəzi köhnə, əmək tutumlu layihələrə qayıtmaq üçün yaxşı vaxtdır. Çox güman ki, bəzi yenilikçi həllər tapacaqsınız və ya özünüzü yormadan başladığınız işi necə başa çatdıracağınızı anlayacaqsınız. Son zamanlar karyera dəyişikliyini düşünən əqrəblər bu istiqamətdə konkret addımlar ata bilər. Hətta nüfuzlu insanların diqqətini çəkməyi bacara bilərlər. Gözlədiyinizdən daha çox işiniz ola bilər. Ola bilsin ki, bu bəzi ailə məsələlərini arxa plana keçirib yaxınlarınızı narahat edəcək. Bununla belə nə baş verdiyini izah edə və hər kəsi xoşbəxt edəcək bir həll tapa biləcəksiniz. Oxatan bürcü, görüləsi çox iş var və nə qədər tez tədbir görsəniz, gün bir o qədər məhsuldar olacaq. Bununla belə, riskli təcrübələrə başlamaqdansa sübut edilmiş metodları seçmək vacibdir. Bütün məqsədlərinizə mümkün qədər tez çatmaq üçün tələsmək, tezliklə peşman olacağınız ehtiyatsız hərəkətlərə səbəb ola bilər. Əlbəttə ki, çətin vəziyyətə düşsəniz, bacarıqlılıq sizə kömək edəcəkdir. Ancaq özünüz üçün yaratdığınız problemləri həll etmək hələ də çox enerji tələb edəcək. Buna görə də hərəkətə keçməzdən əvvəl potensial nəticələri və onlara hazır olub-olmadığınızı düşünün. Tanış tapşırıqların öhdəsindən gəlmək və ya başladığınız işi erkən bitirmək daha asan olacaq. Yeni bir şeylə məşğul olmaq biraz daha çox vaxt aparacaq. Söhbət maliyyə məsələsində qətiyyən tələsməyin. Aşkar qərarların uğurlu olacağı ehtimalı azdır.
Hər kəsi maraqlandıran fəaliyyətlər taparsanız, sevdiklərinizlə əlaqə qurmaq çox xoş olacaq. Çətin ki, uzun söhbətlər üçün əhval-ruhiyyədə olasınız, lakin cəlb edici fəaliyyətlə məşğul olmaq əhvalınızı yüksəldəcək və sizi ruhlandıracaq. Oğlaq bürcü. Gün o qədər çox narahatlıq gətirəcək ki, ilk növbədə nə ilə məşğul olacağı dərhal bəlli olmayacaq. Tamamilə yeni problemlərin həllinə və ya çətin vəziyyətdə olanlara kömək etməyə fokuslanmaq üçün əvvəllər hazırladığınız planlardan imtina etməli ola bilərsiniz. Bu ən təsirli oğlaqları əsəbiləşdirəcək, amma başqaları soyuqqanlılığını qoruyacaqlar. Bu soyuqqanlılıq onlara çətin vəziyyətdə düzgün qərar verməyə kömək edəcək. Planlaşdırılmamış xərclər tələb edən bəzi məişət problemlərinin yaranması mümkündür. Belə hallarda ehtiyatlı qənaət etməyə çalışmaq vacibdir. Lazımsız xərclərdən qaçın, lakin ən ucuz variantı seçməyin, çünki bu etibarsız ola bilər. Bu mürəkkəb avadanlıq və qadjetlər almaq üçün ən yaxşı gün deyil. Sevdiklərinizlə ünsiyyət həmişəkindən daha çox səbir tələb edə bilər. Onlar həmişə sizin motivlərinizi başa düşməyəcəklər. Ona görə də uzun izahatlara hazır olun. Dolça bürcü. Bir müddət ertələdiyiniz darıxdırıcı işlərin öhdəsindən günün erkən saatlarında başlasanız, daha sonra daha maraqlı bir şeyin öhdəsindən gəlmək fürsətini əldən verməyəcəksiniz. Çətin söhbətləri də təxirə salmayın. Yaxşı olar ki, onları nahardan əvvəl edəsiniz ki, sonradan diqqətinizi əsl zövqlü söhbətlərdən yayındırmayasınız. Son zamanlar maddi çətinliklərlə üzləşən dolçalar yeni gəlir mənbəyi tapmaq və ya bəzi gəlirli sövdələşmələr bağlamaqla vəziyyətlərini yaxşılaşdırmaq şansı əldə edəcəklər. Bu yaxınlarda yeni bir işə başlayan və necə uğur qazanacağını hələ başa düşməyənlərə çoxlu yaxşı fikirlər gələcək. Bugün planlarınızı kimsə ilə müzakirə etmək və çox faydalı məsləhətlər almaq şansı olacaq. Günün ikinci yarısında diqqətinizi ailə məsələlərinə yönəltməli olacaqsınız. Ola bilsin ki, qohumun köməyə ehtiyacı olsun. Bu müddət ərzində xırda fikir ayrılıqlarının qarşısını almaq mümkün deyil. Lakin siz yenə də hamı ilə yaxşı münasibət qurmağın, qarşılıqlı incikliklərdən və incikliklərdən qaçmağın bir yolunu tapacaqsınız. Balıqlar bürcü, maraqlı və vacib işə diqqəti yönəltmək üçün yaxşı gündür. Diqqətinizi yayındırmasanız və ya vaxtınızı xırda şeylərə sərf etməsəniz, uğur qazanacaqsınız. İşgüzar tendensiyaların müsbət təsiri xüsusilə yeni bir işə başlayan və hələ də öz dəyərini sübut etməyən balıqlar üçün nəzərə çarpacaq. Bu balıqlar uğur qazanacaq və bu diqqətdən yayınmayacaq. Gün uzun müddətli əməkdaşlığa dair işgüzar danışıqlara başlamaq üçün də əlverişli olacaq. Siz hətta ən tələbkar insanlarda da yaxşı təəssürat yarada biləcəksiniz. Çoxları biznesin inkişafı ilə bağlı ideyalarınızla maraqlanacaq. Yeganə məqam odur ki, siz öz qabiliyyətlərinizi həddən artıq qiymətləndirmək və yerinə yetirilməsi çətin olacaq vədlər vermək riski daşıyırsınız. Buna görə də biraz ağlabatan skeptisizm zərər verməyəcək. Şəxsi münasibətlərinizdə böyük dəyişikliklərin baş verməsi ehtimalı azdır. Lakin bu sahədə sabitlik sizi əsəbləşdirməkdənsə çox güman ki, məmnun edəcək. Axşam yaxınlarınızla ümumi planları müzakirə edə bilərsiniz. Bu, situasiyanı idarə etməyə və öz prioritetlərinizi təyin etməyə kömək edə bilər.